Vektor deyəndə nəyə necə götürür uşaqlar? Bax, əslində iki nöqtənin birləşməsi orada toxunur. Bir nöqtədən başlayır, başqa bir yerə gedir, burada dayanır. Bu A nöqtəsi olsun, bu da bir B nöqtəsi olsun. A nöqtəsinin koordinatı nə olsun sənin? 4-cü. Məsələn, 4-cü. Yəni 4-cü, ikisi 4-cü 3 olsun. Məsələn, B-ni buyur. -1-dən 5. -1-dən 5-dən bu olsun. Bu iki nöqtəni birləşdirəndə A, B vektor əmələ gəlir. İki nöqtədən. Və həmişə ikincidən birincini çıxın ki, bunun komponentlərini tapasınız. -1-dən 4-ü çıxsan, -5. 5-dən 3-ünü çıxsan, 2. Bax, bu mötərizənin içində yazdığımız bu vektorun komponentləri gedir. Bunu da bəzən AB vektoru kimi də ifadə edə bilirlər. Bəzən elə birbaşa K vektoru kimi də ifadə edə bilirlər. Deyirlər, K vektoru -5-dən 2 imiş. Belə deyə bilərlər. Yəni, burada bir şey yoxdur. Bu da transkriptlərə fikir verək. Belə göstərir, yəni. -5, 2. Prosta biz imtihana hazırlaşırıq da götürüb deməyəcək ki, bunun əyilin mötərizələ verdin, belə verdin. Yəni, -5, 2. Bu oldu vektorun komponentləri. Bu gün nədir? Uzunluğu cəmi ədədə vurulmaz. Uzunluğu getdik. İkincisi, vektorlarda vektorun mütləq qiyməti bərabərdir onun moduluna. O da bərabərdir onun uzunluğuna. Yəni, vektorlarda mütləq qiymət, modul, uzunluq yəni şey. Bunları gəlsə, uzunluq, modul, mütləq qiymət kimi nəzərdə saxlayın. Onda necə deyərik? Məsələn, deyəlim ki, bir A vektoru x-dən y olsun. Yəni, komponentləri bu formada elə. -5-dən 2-ni də götürə bilərsiniz. Çox şey götürə bilərsiniz. Modul A o zaman bərabər olacaq. Modul A nə deməkdir? Həm də uzunluq, həm də mütləq qiymət deməkdir. Kökün altında bu verilənlərin kvadratları cəmri. Yəni, x-in kvadratı üstə gələk, y-in kvadratı bitti. Yəni, məsələn, tutaq ki, bir B vektoru var. Bu B vektorunun komponentləri -5-dən -12 olsun. B vektorunun mütləq qiymətini soruşsa, uzunluğunu soruşsa ya da modulunu soruşsa nə edirik? Modul B vektoru bərabərdir. Kökün altında -5-in kvadratı plus 12-in kvadratı. Bu da çox vaxtı eyni bu formada tüfəq ördəkləri veriləcək. 5, 12, 13 var idi. 5, 12, 13-ü də bilmirsinizsə də hesab edə bilərsiniz. 144, 25. 144 ilə 25-də toplayanda 169-dan 13 çıxar. Sən demə bunun uzunluğu, mütləq qiyməti ya da modulu 13 imiş. Həm də buradan belə bir izah verə bilərik ki, bu səbəbdən moduldan çönə müsbət çıxır. Çünki modul uzunluq deməkdir. Moduldan çönə həmişə müsbət çıxır. Moduldan mənfi çıxa bilməz çönə. Səbəb nədir? Uzunluq mənfi ola bilməz. Bəsidir. Bu belə, bir də qısa bir qeyd yazmaq istəyirəm. Onu da buraya yazaq, qeyd. Lövhə keçə görsənər inşallah. Vahid vektor deyə bir şey var. Vahid vektor uzunluğu ya da modulu, daha doğrusu modulu yazaq, qoy hamısı içində olsun. Modulu 1-ə bərabər olan vektor. Yəni, modulu 1-ə bərabərdirsə, bu vahid vektor sayılır. Həmən bir nümunə göstərir vahid vektora. Tutaq ki, bir C vektor olsun. C vektorda -0,6 ilə müsbət 0,8 olsun. İndi buradan modul C vektoruna baxsaq, bu kökün altında -0,6-nın kvadratı plus 0,8-in kvadratıdır. %36 ilə %64 toplayanda %100 edir. Yəni kök altında 1, o da 1 deməkdir. Buna 0,1 də yazsaydıq
modulu bir arada vurulacaqdır. Bu aid vektordur. İndi gəldik nəyə? Vektorların cəmi. Cəmi deyəndə fərqi də nəzərdə alınır. Məsələn, tutalım ki, üçüncü bir şey yazsam bura, deyərəm ki, A vektoru olsun 2 ilə 5. B vektoru da olsun -3 ilə 7. A vektoru ilə B vektorunu toplaya bilər və yaxud A vektorundan B vektorunu çıxara bilər. Toplayanda alt-alta olduğu kimi toplayasınız. 2 ilə -3'ü toplayanda nə edir? -1. 5 ilə də 7'ni toplayanda nə edir? 12. Çıxma da deyəndə alt-alta çıxarsınız. 2'dən -3'ünü çıxanda nə edir? 5. Onu da belə bərabər deyəcək. 5. 5'dən 7'ni çıxanda nə edəcək? -2. Bitti. İndi gəldik ədədə vurulmasına. Ədədə vurulması da bəsit bir şey. Məsələn, tutaq ki, 3 vurulsun A vektoru deyə bilərik. 3 vurulsun A vektoru nədir? 3'ü buna vurasın. Buranda nə olur? 3A. 3'ü 2'ye vururam. 3'ü 5'e vururam. 15. Altıyla 15 imiş. Bəsit. Ondan sonra vektorun vektora vurulması bu növbəti dərsi skalerasiya gedir. Ədədə vurulması da buydu. Bir də dördüncü vacib məsələ. Bəzən bunu bu oxlarla deyirlər. Mən bu oxlardan istifadə etməyi çox da sevirəm. Çünki uşaqlar qəşəng başa düşürlər. Deyərəm ki, bu bir A vektorudur. Bu da bir B vektorudur. Buradan da bura olsun bir S vektoru. Baxın, bu ox uzlarının birləşdiyi yer cəm nöqtəsidir. Yəni, A vektoru ilə B vektorunu toplayanda həmişə C vektoru eləyəcək. Uzların birləşdiyi yer cəm nöqtəsidir. Bunu da uşaqlar uzunluq kimi başa düşürlər. Elə bilirlər bu uzunluqla bu uzunluğu toplayanda bu uzunluq edir. Qətiyyən elə bir şey yoxdur. Çünki bu üç bucağa oxşuyur. Yəni iki tərəfin cəmi üçüncüdən böyük olmalıdır. Burada söhbət nədir? A-nın komponentləri ilə B-nin komponentlərini toplayanda C-nin komponentləri edir. Komponentlər nədir? O mötərizənin içində işlər. Yoxsa bu uzunluğa aidiyyatı yoxdur bu üstünün. Bu da belə. Yəni dərsin izahı bu qədərdir. Suallara keçə bilərik.